Deməli, bizdə 100 dənə uşaq var. Bizim hər otağımız 50 adam tutur. Biz bir otağa yalnızca elə bir ki, bizdə 100 uşaqdan da 50% futbol oynayır, 50% futbol oynamır. İndi biz bu uşaqlardan 50 dənəsini aparıb birinci otağa qoysaq, futbol oynayanını. Yerdə qalan futbol oynamayan 50-sini də ikinci otağa qoysaq. Bu zaman birinci otaqdan götürülmüş bir uşaq nə qədər ehtimal var ki, futbol oynasın? Aysə, bəs ikinci otaqdan? Hə, düzdür. Okey, gəlin aşağıya doğru davam edək. Gördüyümüz kimi bu uşaqlardan 50'si sol otaqda, 50'si sağ otaqdadır. Belə bir şey dedik. Dedi ki, bizim tələbələrimizdən 40%-i futbol oynayır, 60% isə futbol oynamır. Və ümumiyyətlə bizim tələbələrdən 80%-i krasovka geyinir, running shoes geyinir. İndi, gəlin belə bir şey deyək. Bizdə həm futbol oynayıb, həm də krasovka geyinən uşaq ehtimalı, əgər heç bir kənar şərtlər yoxdursa, nə qədərdir? Nə üçün? Mən diqqətli onu deyirəm ki, həm krasovka, niyə deyə bilmirik? Deyirəm ki, kənar heç bir şərt yoxdur. Həm krasovka geyinsin, həm də futbol oynasın. Maksimum. Əslində, o elə baxmır. Biləm nə demək istəyirsiniz, amma sadə məntiqlə gedin. Sadə məntiqlə gedin, elə insan ola bilər, krasovka geyinməz, amma futbol oynasın. Hə. Yəni, mən istəyirəm ki, ehtimalı hansı ki, həm krasovka geyinir, həm futbol. Bax, futbol oynayan olmaq ehtimalı 40%-dir. Krasovka geyinmə ehtimalı 80%-dir. İkisinin birlikdə ehtimalı nə qədərdir? Ancaq oynayan krasovka geyinir. Yox, niyə ki, siz futbol oynamışsınız, eləmi? Krasovka geyinə bilmirsiniz. Okey. Yoldaşlar, nə edirik? Gedib ehtimalları vururuq. Bax, əgər 80% isə, futbol oynayanların 80%-i və futbol oynamayanların 80%-i krasovka geyinir. Demək, 32 nəfər futbol oynayanlardan krasovka geyinir. Yox, 32 nəfər. 8 nəfər isə geyinmir. Futbol oynamayanlardan 48 nəfər krasovka geyinir, 12 nəfər krasovka geyinir. Hər ikisinin 80%-i var. Elə fikirləşin. Nə edirik? Baxın, burada neçə dənə adam? 2, 4, 6, 8, 5. 40 dənə tələbənin 80%-i 20, 20, 20, 20. 20%-i geyinmir. Yəni, 32 nəfər krasovka geyinir, 8 nəfər geyinmir. Sadə məntiqlə irəliləyir. Bax, bu adlanır conditional probability. Çünki niyə görə? Bax, ümumiyyətlə, bunun futbol oynamaq ehtimalı nə qədərdir? 40%-də, çünki 100 tələbədən 40-dır. Bəs krasovka geyinmə ehtimalı nə qədərdir? 80%-dir. Yəni, hər 100 tələbədən 80-i krasovka geyinir. Gəlin, bunların kəskin hissələrinə baxaq. Görürəm ki, 40%-dən 80% vurulur. Alınır nə? 32%. İndi siz mənə deyin görüm. Krasovka geyinməyib futbol oynamama ehtimalı nə qədərdir? Aysa, niyə görə? Aysa, bax, 20% insan krasovka geyinmir. 60% tələbədə futbol oynamır. Vurulanda nə olur? 12%. Nə deyir? Deyir ki, soccer and running shoes. Yəni, nə deyir? Hə. No soccer running shoes. İndi, burada nə deyir? Deyir ki, əgər ki, futbol oynayıb və running shoes geyinmə ehtimalı 32%-dirsə, bəs Aysa deyir ki, həm futbol oynamasın, həm də running shoes geyinsin. Bunun hesablanma qaydasını keçən dərsdə biz izah eləmişdik. Futbol oynamama ehtimalını vururuq, futbol oynamayıb krasovka geyinmə ehtimalını. O zaman nə baş verir? 30% ehtimalına bu adam, hansı ki burada 0,5 nə idi? Not soccer, sən futbol oynamayıb, krasovka geyinmə ehtimalı. Əslində, burada biraz dəyişiblər. Not soccer, elə. Bir dəqiqə. Geyinməz. Oynamamaq da.
Biraz düzgün yanaşma değil bu. Yəni gözləyin. 40% soccer oynayır, 60% oynamır. Soccer oynayıb geyinmə ehtimalı 0,8-dir. Okey. Bəs onda soccer oynayıb geyinməmə ehtimalı nə qədərdir? 20%. Yaxşı. Bu hissənin çox üzərinə düşməyəcəm. Çünki burada şəkil olaraq çox düzgün verilməyib. Ona görə bu hissə ilə çox davam eləməyəcəm. Sadəcə olaraq bunu bir dənə kəsir kimi hesablaya bilərsiniz ki, əslində, məsəl üçün, running shoes geyinmə ehtimalında belə hesablayırıq ki, not shoes, elə ki, not soccer-ı vururuq. Not soccer veriləndə running shoes ehtimalını. Beləcə running shoes ehtimalını tapmış oluruq. Yaxşı. Çünki ikisinin bir-birinə ehtimalını vururuq. Gələk conditional probability-yə. Baxın, deyirəm ki, 40% bu adam futbol oynayır. Və əgər futbol oynayırsa, ayaqqabı geyinmə ehtimalı 80%. Yəni, onlardan 80%. Dolayısıyla 32% opşi tələbələrdən həm futbol oynayır, həm də running shoes geyinir. İdman futbol oynayıb krossovka geyinməmə ehtimalı 20%-dir və futbol oynamaq ehtimalı da özü axı 40% idi. Ona görə bu ikisi bir-birinə vurulanda nə baş verir? 8% bir ehtimal gəlir. Deyir ki, futbol oynamayan tələbələrdən 50%-i krossovka geyinir, 50%-i geyinmir. İndi bu 60%-in 50%-i nədir? 30%, 30%-da. Dolayısıyla bunlar da 30%, 30% bölünür. İndi independent və dependent event söhbətinə gələk. Bəzi hadisələr asılı və yaxud da qeyri-asılı ola bilər. Burada söhbət nədən gedir? Bax, məsələn, burada 2 dənə otaq var. Hansı ki, otaqların birində, bu göy xətdən ayırmışıq. Otaqların birində verirlər nə? Futbol. Buradan ayırmışıq elə. Sağ tərəfdə verirlər kino. Futbol oynayanlardan böyük əksəriyyəti futbol maçına gedəcək baxmağa, düzdür? Onlardan çox kiçik hissəsi film izləməyə gedəcək. Futbol oynamayanlardan çoxsu, hansı ki oynamır, onlardan çoxsu nə edəcək? Film izləməyə gedəcək. Artıq baxın, burada bu dependent eventdir. Niyə görə? Artıq burada bir asıllıq var. Məsəl üçün, bir yerdə film gedirsə, məsələn, normalda sən dostunla gedəcəkdin də, eləmi? Sənin dostun futbolçudur, amma sən futbolçu deyilsən. Dolayısıyla burada bir asıllıq yarandı. Sənin dostun getdi futbola baxmağa, sən gəldin kinoya baxmağa. Aydındır? Belə bir maraqlı yanaşma. İndi gəlin əsas məsələyə keçək. Bayes teoremi. Bayes teoremi çox vacibdir. Maşın önündə çox istifadə olunur. Hətta bunun üçün bir model də var. Naive Bayes. Naive Bayes gedir ehtimalları yoxlayır. Məsələn, amma dataların arasındakı əlaqələrə baxmır. Gedir, hər birinin ayrı-ayrılıqda ehtimalını yoxlayır və ehtimalın nəzərən bizə cavab qaytarır. Baxanda da əksər hallarda biz nəticə qaytarmır. Yadınızdadırsa biz Bayes model olaraq Bayes modeli seçirdik və onu keçməyə çalışırdıq. Gəlin belə bir şey deyək. Siz getmişsiniz xəstəxanaya və bir test vermişsiniz. Həkim deyir ki, bu test əksər hallarda 99% effektivdir. Sizə zəng gəlir. Deyirlər ki, siz xəstələnmişsiniz. İndi siz panikləməmişdən qabaq bir statistik hesablama aparırsınız. Və baxırsınız ki, siz həqiqətən mi xəstəsiniz? Yoxsa deyilsinizmi? Burada sizdən Recall Precision adlı bir göndərmə eləyəcəm və sizdən istəyəcəm. Deyək ki, 1 milyon insan var. Və bu 1 milyon insandan sadəcə 10.000-də biri xəstə çıxır. Yəni 10.000-də biri bunun 100 insandır. Yəni 1 milyon insanın 100 insanı xəstədir. Onun da 99%-i düz təxmin olunur. Biri səhv təxmin olunur. Yəni hər 100 xəstə insandan birinə deyir ki, sən sağlamsın. 1% səhv ehtimalı. Hər 100 sağlam insanlar isə 99-una deyir ki, sən sağlamsan, birinə deyir ki, sən xəstəsən. İndi biz nə edirik? Gəlirik birinci, bunu faizinə bölürük, eləmi?
Dedi ki, bunun sadəcə 10 mində biri xəstədir. Dolayısıyla 1 milyon 10 mində biri 100 nəfərdir, deyiləmi? 100 nəfər xəstədir. Bunlardan 999.900 nəfəri xəstə olmayan. İndi bunlardan 99%-ni düz təxmin edir. Yəni, Helsinin 99%-nə Helsi deyil. 1%-nə deyir ki, xəstə. Xəstənin 99%-ni düz təxmin edir. 1%-nə deyir ki, sağlam. Yəni, 1%-də çaşırdı o kimi, eləmi? Hətta baxsaq, 999.900-ün 1%-i budur, 99%-də budur. İstəyirsinizsə, bunu hesablaya bilərsiniz. İndi yoldaşlar, həkim sizə zəng deyib ki, xəstəsiz. Xəstə olmağınız şərti verilən halda sizin həqiqətən xəstə olma ehtimalınız nə qədərdir? Bu şəkilə baxaraq sizdən bir-iki dəqiqə fikirləşməyinizi istəyirəm. Onlayn tələbələr, siz də cavab verə bilərsiniz. Bax, sizə zəng gəlib, siz xəstə olaraq diaqnoz edilmişsiniz və sizin həqiqətən xəstə olma ehtimalınız nə qədərdir? Hə? 99? O, axı, ehtimal 1 ilə 0 arasında olur. 0 ilə 1 arasında olur. Daha düzgün desək. Sadəcə belə də deyə bilərsiniz. Yəni, nəyə vurarsınız, bölərsiniz, nə eləyərsiniz? 99 bölünsün 9999 bəlkə. Kim idi cavab verən? Kamran bəy. Bəli. Okey, yaxınlaşdınız. Amma orada kiçik bir məsələ də var. Amma bəyəndim yanaşmanızı. Niyə belə bir deyilən alsın ki? Yox, yollaşdır. Baxın, gəlin aşağıya doğru irəliyək. Bax. Bu sik deyə diaqnoz edildiyi insanlar var. Onlardan neçə faizi həqiqətən xəstədir? 99 bölək 99 deyək 9999. Bu həm də nədir? Modelin precision'ı da xatırlayırsınız. Və sizcə bizim modelin recall'u nə qədər idi? Olur. Aha. Xəstələrdən neçəsini tapıb? 99. Aysa 100-dən 99-unu tapıb, recall 99%. Precision isə yerlərdə sürünür. Yəni sizin 1000-9, 1000-1 ehtimalınız var ki, 100-1 ehtimalınız var, 1% ehtimalınız var ki, siz xəstə olasınız. Hətta 1%-dən belə azdır. Amma təbii ki, ehtimal var. Amma cavab birdə əslində. Necə yəni bir? Birinci soruşdu deyil. Neçə faiz hansı ki, xəstə olma ehtimalınız neçə faiz? Yox, əgər heç bir şərt verilməyibsə və sizə deyirlərsə ki, xəstədir, 1%, yox, 100%, 100%, 50% ehtimal var ki, ya xəstəsən, ya xəstəsən. Çünki heç nə bilmirsən. Amma ki, mən gedib testin nəticələrinə baxıram. Baxıram ki, 99% əmindir. Və belə bir dənə matrix yaradıram özüm üçün 4 elementlə. Xəstələrin neçəsinə xəstə deyib, sağlamın neçəsinə sağlam deyib, neçəsinə xəstə deyib. Sonra ki, hesablamamı aparıram. Dolayısıyla, mən sick and diagnostic, yəni ki, xəstədir deyə diaqnoz qoyulanda xəstə olma ehtimalı tapmaq üçün xəstə deyə diaqnoz qoyulub xəstə olan insanların sayını bölürəm. Xəstə deyə diaqnoz qoyulub xəstə olan insanların sayı üstə gələk, xəstə olaraq diaqnoz qoyulub sağlam olan insanların sayı. Yəni, bütün xəstə olaraq diaqnozlaşdırılan insanların sayı. Düzdür? Əla. Görürsünüz, buradan deyir, everyone diagnosed as sick. Okey, indi, burada nə baş verir? Biz deyirik ki, gəlin belə bir qrafiyə baxaq ki, 100 dənə insan xəstədir, bunların 99%-i həqiqətən xəstədirsə, xəstə olaraq diaqnoz qoyulub, xəstə olub sağlam olaraq diaqnozlaşdırılan insanlar 1%-dir, sağlam olub xəstə kimi diaqnozlaşdırılan insanlar 1%-dir, sağlam olub sağlam deyə diaqnozlaşdırılan insanlar 99%-dir. İndi bizə deyir ki, diagnostik.
Yəni ki, xəstə olaraq diaqnozlaşdırılmış və bütün bizə lazımdır diagnostik olanlar, elədirmi? Hansılardır? 99 buradadır, 9999 buradadır. Bizə nə dedik? Dedi ki, xəstə olaraq, yəni göstəriləndə həqiqətən xəstə olmaq ehtimalı. Bu belə. Gördüyümüz kimi bizə lazım olan təkcə bu ikisi olduğundan, yəni diagnostik olduğundan. Təkcə biz bunların sayına bölürük. Və gəlin bu riyazi formulasına baxaq. Mən bugün bunun üzərində sizə inşallah riyaziyyatla bəzi tapşırıqlar da işləyəcəm. Birlikdə işləyəcəyik burada. Biraz aşağı gələk. Yenə eyni formada 1 milyon insandır. Hər 10 min insandan biri xəstədir. Yəni 100 nəfər. 99% effektivlikdə bir testdir və gördüyümüz kimi bu 100 insandan 99'unu, 100 xəstədən 99'unu, 100 sağlamın 99'unu müvafiq olaraq göstərir. İndi bizdə xəstə olmaq ehtimalı nədir? %1. Xəstə olmamaq ehtimalı nə qədərdir? 99'dan bizdə 99. Xəstə olduğu halda xəstə kimi diaqnozlaşdırılma ehtimalı nə qədərdir? 99%. Bəs xəstə olmadığı halda xəstə kimi 1%. İndi burada Bayes teoremi bax formada bir teoremdir ki P A veriləndə B P A veriləndə B almaq üçün yoldaşlar. Yəni B veriləndə A'nın ehtimalını tapmaq üçün biz A hadisəsinin ehtimalını vururuq. A hadisəsi veriləndə B hadisəsinin olma ehtimalına. P'ni buraya yazmadıq. A veriləndə B ehtimalı. Baxın, burada sağ tərəf A veriləndə B ehtimalı görürsünüz. Və bölürəm B'nin ehtimalını. İndi bunu necə rahat yadınızda saxlaya bilərsiniz. AB, AB, AB. Bax, AB, AB, AB. Yox. Cüt təklə. Belə də yadınızda saxlasa da rahat olacaq. İndi, baxın, mən məsələn, nəyi istəyirəm? Deyir ki, the probability that you are sick given that you are tested sick. Elə, yəni, you are sick given that. Okay. İndi, bizə lazımdır diagnostic. Hansı ki sick olandır? Diagnostic veriləndə sick olmaq ehtimalı. Tested sick. That you tested sick. Okay. Gəl buraya deyəcəm ki, DP, yəni diagnosed positive, DP, yəni pozitiv diaqnoz olanda sick olmaq ehtimalı nə qədərdir ay yoldaşlar? Bunu necə hesablayacağıq? Gəlin yazaq. Diagnosed pozitiv olmaq ehtimalı nə qədərdir? DP. Baxın, sick olmaq ehtimalı. Sick olmaq ehtimalı PS deyiləmi? PS. Bunu vururuq. Nəyə? Sick veriləndə yox, sick veriləndə yəni pozitiv olmaq ehtimalını. DP. Üzrlü sayın burada belə taçfərlə yazmaq heç asan deyil. Onu da bölürük nəyə? Pozitiv deyə necə deyək? Nitelikləndirilmiş ehtimala. Baxın indi, mənim əlimdə sickin ehtimalı var. %1 elə. Məndə sick veriləndə diagnostik kimi ehtimalı da var. 99%. Düzdür? Bunu buna vuracağım. Bəs DP-ni necə tapacağım? Əsas məsələ də buradadır. Yadınızdadır, mən sizə dedim ki, buna kəsir kimi baxa bilərsiniz. Gəlin də aşağıya doğru gedək. Baxın. AB bərabərdir PAB bölək, vuraq PA bölək B. Yaxşı. İndi aşağıya doğru gedəndə siz nə görəcəksiniz? Deyir ki, bu cümlə oxşar, sick and diagnostic. B-nin ehtimalı oradadır ki, mən əgər tapmaq istəyirəmsə ki, bunu yazmışdı, gözümlə tapım, deyəsən budur. Aha. Baxın, sizə demişim ki, kəsir kimi baxa bilərsiniz də elə.
Diagnostik ehtimalı tapmaqdan ötəri. Siki vururuq, sik veriləndə diagnostik ehtimalını. Yəni, bax, xəstə olmaq ehtimalını, xəstə olanda xəstə kimi göstərilmək ehtimalını. Bunu yazıb bir qırağa. Üstünə gəlirik. Xəstə olmayanda, xəstə olmamaq ehtimalını vururuq, xəstə olmayanda xəstə kimi göstərilmək ehtimalını. Yəni, bu bir riyazi formuladır artıq. Bunu da çox dərinə getməyə ehtiyac yoxdur deyə düşünürəm. Sadəcə olaraq, sonunda gedib bunları toplayanda biz alacağıq xəstə olmaq ehtimalını. İndi qaydaq yuxarıya sizin üçün yenidən. Nə edirik? İndi mən diagnostik ehtimal üçün nə edəcəm? Siki vuracam diagnostikə, üstünə gələcəm, not siki vuracam, not siki veriləndə diagnostikə, düzdür? İndi bunu da hesablasaq nə verəcək bizə? Gəlin hesablayaq. Deməli, vurursunuz, siki vurursunuz, sik veriləndə diagnostikə. Onu bölürsünüz, sik vuraq, sik veriləndə diagnostik, üstə gələk. Not sik vuraq. Müvafiq olaraq vurup toplayırsınız. Ben not siklə, not siki, siklə, siki. Tamam. 0098 elə mi? Aha. Biz bayaq nə almışdıq burada? 0098. Gördünüz? Yəni məntiqi budur. Bunu əsaslandırdıq. Yəni siz... Bəli. Bu əslində çox maraqlıdır. Mən bunu çox istəyirəm ki, şeylə deyiləyək. Burada bizdə bir dənə gözləyim, məndə bir intervyu sualı var. Demək, əlimizdə belə bir tapşırıq var. Deyir ki, Olympic athletes from the US and China are among those most likely to win a gold medal. Deyir, ABŞ-dan və Çindən olan yarışmaçılar qızıl medal qazanmaq üzrə yəni çox ehtimal olan iştirakçılardır. For a random athlete from either of these two countries, the following information is known. Deyir, ixtiyari bu ölkələrdən seçilmiş ixtiyari idmançılar arasında yəni aşağıdakı məlumatlar var əlimizdə. The probability of winning a gold medal if they practice at least 5 hours per day is 0.6. Deyir, əgər onlar 5 saat, bax, yazıram bura, P, əgər onlar 5 saat məşq ediblərsə, 5 saat məşq ediblərsə, onların qızıl medal qazanmaq ehtimalı nə qədərdir? 0.6, bu sən böyüdüm. Sonra, the probability of winning a gold medal if they practiced less than 5 hours per day is 0.3. Deyir, əgər ki, bu adamlar 3 saatdan az məşq edibsə, bunların qızıl medal qazanmaq ehtimalı nə qədərdir? 0.3'dür. 20% of athletes practice at least 5 hours per day. Deyir ki, atletlərin 20%, yəni P, at least 5 hours, 5 saatdan çox olmaq ehtimalı 0.2'dir. If an American athlete wins a gold medal, what is the probability that they practice at least 5 hours per day? Məndən nə istəyir? Deyir ki, əgər bir Amerikalı atlet qazanıbsa qızıl medal, bunun ehtimalı nədir ki, bu ən azı 5 saat məşq edib. Bunu da 5 saatdan çox yazmam, elə 5 saat yazıram. Yoldaşlar, 2 dənə şərt var idi. Ya 5 saatdan çox idi, ya 3 saatdan azdır, eləmi? 20% 5 saatdan çox məşq edibsə, 3 saatdan az məşq edənin ehtimalı nə qədərdir? Bəli, 80%. Doğrudur. İndi gəlin biz bunu yazaq. Bax, əgər ki 5 saat
işləyib və gold medal qazanırsa. Bunun ehtimalı nə idi? P 5 saat vuraq. P nə? Gold medal 5 saat məşq edəndə ay sağ ol. Əla. Gold medal. Bunlar da böləcəyik nəyə? Əla. Gold medal. Hə. Gold medal. Amma gold medalın ehtimalı yoxdur axı. Elə. Mən bunu necə alacam onda? 5 saatler bir vuracak, 3 saatler bir vuracak. Əla. Əla. Bax. P gold medal. Gold medal. Bərabərdir. 5 saat məşq edəndə gold medal almaq ehtimalı vurulsun. 5 saatın özünün ehtimalı. Düzdür? Bunlar bir də mötərizəyə alaq. Bunun üstünə gələcəyik. 3 saatdan az məşq edəndə qızıl medal alma ehtimalı vuraq. 3 saatdan az məşq etmə ehtimalı. Gəl indi bunları həll edək, yerinə qoyaq, alaq. Biz nə dedik? Dedik ki, birinci bu hissəni hesablayaq da. 5 saat məşq edəndə qızıl medal alma ehtimalı 0,6-dır. Onu vuracağım 5 saat məşq etmə ehtimalı 0,2-yə, düzdürmü? Sonra bunun üzərinə gələcəm. 3 saatdən az məşq edəndə qızıl medal almaq ehtimalını vuraq. Nəyə? 3 saatdən az məşq etmə ehtimalını. Düzdür? Aldım nə? Buran geçsin bir dənə. Sıfır 36 eləyəcək. Okey. Gəlib buraya yazıram. 0,36. Yəni heç elə yanına yazım kommentari ilə. 0,36. Düzdürmü? Hə. İndi nə edirik? Gəlin bunu hesablayaq. 5 saat məşq etmə ehtimalı nə idi? 0,2. Bunu vuracağıq nəyə? 5 saat məşq edəndə qızıl medal almaq ehtimalı 0,6-ya. Düzdür? Onu da böləcəm nəyə? 0,36-ya. Gəlin bölək. İndi burada nədən gedir söhbət? Əgər bu adam qızıl medal alıbsa, bunun 5 saatdan çox məşq etmiş olma ehtimalı 300%. Bəs qızıl medal alıbsa 3 saatdan az məşq etmə ehtimalı 67, 66. 66,67-də. Düzdür, əlas. Yəni intuitiv olaraq başa düşməyə çalışın sadəcə. Bununla bağlı orada tapşırıqlar da olmalıdır göndərdiyim kitabda. Onu da işləyə bilərsiniz. Burada anlaşıqlı olmayan nəsə qaldığı yoldaşlar. Gəlin elə problemi yerindəcə həll edək. Varsa əgər belə bir şey. Online yoldaşlar. Okey, güman edirəm ki, yoxdur. Bir de saat oldu. En derecede. Aysa, yəni dediyim kimi kəsir kimi fikirləşin də. Bununla bu bir-birini aparır. Okey, burada kimsə nəsə yazıb deyəsən. Xəstə olma diaqnoz xəstə hamısı. 20-57, hə, bu çoxdan olub. Okey, yazırsınız. Okey. Hə. Gəl indi mən yenidən davam edeyim slide show-una. Share. Burada biraz çox uzun uzadı veriblər sözün açığı. Yəni mən elə sizə qısaca izah elədim. Yəni bu formada bias teoremini həll edib istifadə edə bilərsiniz. İndi baxın, zaten əgər ki mən bir insanın xəstə və xəstə olaraq diaqnoz olunma ehtimalı tapmaq istəyirəmsə, o insan xəstə olmaq ehtimalını, xəstə olub da xəstə kimi diaqnoz olma ehtimalına vursam, mənə bütün xəstə kimi diaqnozların ehtimalını mənə qaytaracaq. Bu intuitiv olaraq da məntiqlidir. Biraz ətraflı oturub fikirləşsəz özünüz də anlayacaqsınız. Burası sadəcə bias teorem bəzən ilk başlarda insanlara biraz şey kimi gələ bilir. Ha, bu hardan gəldi, niyə vurulur kimisindən. Bir bazı oturub fikirləşsəz görəcəksiniz.
Eyni formada gəlin bunu keçək. Bu hissələrdən artıq danışdıq. Bunları boşu-boşuna vaxtınızı almaq istəmirəm. Burada mən deyən kimi siki vurub sik belirləndə diaqnostik olma ehtimalını, nosiki vurub diaqnostik olanda diaqnostik olmaq ehtimalını. PAB bərabərdir A, BA bölək B. PB-nin də ehtimalı nədir? Budur. Bax, bu uzun formula. Okey. Və aldıq həmin o 0-dan %98'i. Bu ştrixdə prime, A prime. O demək ki, yəni A-nın əksi. A olmadığı hallar. Gəlin spamlara baxaq. Deyək ki, bizim əlimizdə müəyyən sayda 2, 4, 6, 8, 10, 2, 4, 6, 8, 10, 100 dənə e-mail var. Bu e-maillərdən 20'si spamdır. Hansı ki, bunların əksəriyyəti lottery sözünü içərir. Yəni, içində lottery sözü var, elə mi? Bunlardan spam olanlardan 14'ünde lottery sözü var. Spam olmayanlardan sadəcə 10'unda lottery sözü var. İndi deyək ki, what is the probability that an email containing lottery is a spam? O zaman bunu necə hesablayacağıq? Loteriya sözünün olmaq ehtimalı, vuraq loteriya veriləndə spam olmaq ehtimalı, düzdür? Gəlin baxaq. Nə deyirik? Deyirik ki, bizdə 24 e-maildə lottery sözü var. Elədir. Bunlardan neçəsi spamdır? 14'ü spamdır. Demək, spam olmaq ehtimalı 58%. Şaşdınız. Bax, çünki niyə görə? 24 dənə e-maildə lottery sözü var. Bunlardan lottery sözü gələnlərin 14'ünde yarısından çoxunda spam e-mailləridir. Məntiqən də 14'ü bölərəm 24'ü görüm bu loterilərin özünün içində neçəsi spamdır. Yəni o demək ki, loteri veriləndə spam olmaqdır. Yəni loteriyaların içində neçəsi spamdır, neçəsi spam deyil. Yəni belə rahat, çox riyazi hissəsinə getmək istəyirəm. İstəyirəm ki, məntiqini başa düşəsiniz. Eyni formada, yenə bunu bayeslə hesablasaq, PA vuraq PA veriləndə B, bölək PA vurulan A vuraq A veriləndə B-nin olma ehtimalı və A olmaması veriləndə A olmaması ehtimalı vuraq A olmaması veriləndə B olması ehtimalı. Eyni formada. Və gəlib bunu aşağıdakı kimi hesablaya bilərik ki, spam olmaq ehtimalı 20%'dir. Spam olmamaq ehtimalı 80%'dir. Spam olması halında loteriya sözünün keçməsi ehtimalı 20 dənəsindən 14'ünde gəlibdir. Düzdür, yəni 70%'dir. Və spam olmadığı halda loteriya sözünün gəlməsi ehtimalı hər 8 nümunədən birindədir. Yəni 0'dan 125. Ay sağ ol. Mən gəlirəm, bunların hamısını qoyarım yerinə, vuraram. 0'dan 10'dakini vuraram, 0'dan 10'ya. Spam olma ehtimalı 20% idi. Spam veriləndə loteriya sözünün, yəni spamların içində loteriya sözünün keçmə ehtimalı 70%'dir. Elə eyni şey gəlib burada yazıram. Üstünə də gəlirəm nəyi? Spam olmayanda loteriya olmaq ehtimalı. Aydındır. Yəni qısası loteriyaların ehtimalı. Loteriya sözünün gəlmə ehtimalı. Bax belə. Hə. Alırıq 1000'də 583. Bax, indi əksərən soruşa bilərsiniz ki, bəs yaxşı, Bayes teoremi maşın learningdə harada istifadə olunur? Sizlə çox güman ki, işləməmişik bunu, ya da Mentor adını bilməm işləmişsin, yaxşı yox. Amma ki, biz, məsəl üçün, Google'da falan gördüyümüz bu spam algoritması var ya, hansı ki, bizim mailimizə gələn maillərin əksəriyyətini spam olaraq o işarələyir, düzdürmü? O məntiqlə işləyir. O əvvəlki datalara baxır və deyir ki, hə, bu spamdir. Bir də Bayesindən frequentislər arasında sizə bir nümunə fərqi deyim. Var Bayesian difference və frequentisinin difference. Bayesdə nə oldu? Deyir ki, spam olmaq ehtimalı var, elə mi? Spam olmaq ehtimalı veriləndə loteriya olmaq ehtimalı var. Mən spam olmaq ehtimalını, spam veriləndə loteriya olmaq ehtimalına vurub loteriya ehtimalını taparam da, elədir. Yəni, bu əvvəlki hadisələrə baxıb, sonraki ehtimalları təxmin edir. Məsələn, deyirəm ki, havada bulud olmaq ehtimalı bu qədərdir. Bulud olanda yağış yağma ehtimalı bu qədərdir. Onda bugün yağış yağma ehtimalı nə qədərdir?
Bulud olma ehtimalı, bırak bulud olanda yağış yağma ehtimalı. Aydındır. Prekondisyonda ise belə deyil. Onlarda artıq previous söhbət yoxdur. Onlar konkret deyirlər ki, məsələn, bu ehtimal. Aydındır. Hə, prior and posterior. Bayes'in ən əsas, belə deyim də, terminləri bulardır. Prior and posterior. Prior nədir? Əvvəlki, posterior nədir? Sonraki. Bax, bizdə bir prior event olur. Yəni, A hadisəsinin ehtimalı olur, elə deyil. Sonra bizdə E hadisəsi baş verir. Bu, A hadisəsinin ehtimalına təsir göstərir. Məsələn, nə olur? Deyirsən ki, bir insanın normalda quş qripinə tutulmaq ehtimalı 20%. Elədir. İnsan quş qripi yayılan vaxtda toyuq əti yeyərsə, onun quş qripinə tutulmaq ehtimalı 80%-dir. İndi quş qripi yayılan bir halda insanın əgər toyuq əti yeyərsə, xəstə olmaq ehtimalı nə qədərdir? Hə, 20 dedim, 80 dedim. Bax, yəni toyuq yeyərsə, toyuq yemək ehtimalı 80%-dir. Hə, biraz pis ifadə elədim, düzdür. Bax, quş qripinə tutulmaq ehtimalınız 20%-dir. Toyuq yemək ehtimalınız 80%-dir. Xəstəlik yayılarsa, toyuq yediyiniz halda quş qripi olmaq ehtimalınız nə qədərdir? 16%. Çünki hələ 80% ehtimal var ki, yiyəsiz. Yesəz də onun 20%-də siz xəstəlik tutasınız. 16%. Hə, indi nə deməkdir? Bax, prior var. Bizdə həm var, spam var. Sonra bir event baş verir ki, e-maildə lottery sözü var. Biz ona uyğun baxırıq ki, spamlərdən lottery içərənləri bölürük. Spam və ümumiyyətlə lottery içərənlərin sayını. Aydındır. Yəni, məncə əslində çox sadə bir məntiqdir. Xüsusi çətin bir şey yoxdur. Varmı? Yox. İndi, baxın, məsələn, belə bir nümunədir. Deyir ki, cəmlərin 10, zər atılanda, 2 zər atılanda cəmlərin 10 olması ehtimalı. 3 dənə mümkün hal var. 4-6, 5-5, 6-4. İndi, mən gəldim zərin birini atdım. 6 çıxdı. Deyirəm ki, birincisinin 6 olduğu halda cəmin 10 olmaq ehtimalı. Nə baş verdi? Aysa, 6'da 4 qaldı. Çünki bunlardan sadəcə biri kəsir. Yaxşı? Belə. İndi, gəlin bunun qəpik nümunəsində də deyək. Deyirik ki, ikisinin də heç gəlmə ehtimalı 4'də 1'də qəpikdə. Çünki qəpik atılanda 4 hal ola bilər. 2 dəfə yuxarı xəritə düşə bilər. 2 dənə geri düşə bilər. Xəritə düşüb geri düşə bilər. Geri düşüb xəritə düşə bilər. Mən istəyirəm ikisinin heç gəlmə ehtimalı, yəni xəritə düşmə ehtimalı. 4 haldan biri bunu ödür də, elədir. İndi mən sabah deyirəm ki, birincisinin heç düşdüyü halda ikisinin də heç düşmə ehtimalı. O sən tail olanlara baxmırsan axı, bu yoxdur şey. Qaldı bu. 2 halım var. 2 halımdan biri. O da 2'dir. Aysa 2'dir. İndi, bəs 2 dənə şərt olarsa nə baş verər? Bu da maraqlıdır. Email contains lottery, emails contain winning. Bəs bu halda hər ikisinin olub da spam olmaq ehtimalı nə qədərdir? Bunu da yoldaşlar belə hesablayırıq ki, həm lottery, həm winning sözü olduğu halda spam olmaq ehtimalı nə? Yəni, lottery və winning olub spam olanları bölürük, bütün lottery və winning olanların sayına. Zaten o da burada hesablanır. Aydındır. Spam aysa, yəni eyni formada. Sadəcə ikisi də gəlsin bu sefer. Bu nədir? Whatever more than 2 events. 2'dən çox ehtimal olarsa da yenə eyni formada fərq yoxdur. Həmin eventsləri orada biz yerləşdiririk. Mən bir dənə baxmaq istəyirəm. Görün bizim dərsimiz nə qədər davam edib? 55 dəqiqə. Okay. Is there a quicker way to estimate the probability? Yəni, bəs bu ehtimalı hesablamanın rahat bir yolu varmı? Gördüyünüz kimi, yəni, nədir burada?
Spam veriləndə lottery and winning olmaq ehtimalı demək olar ki, bir çox yerdə təkrarlanır deyə. Yəni siz həmin şeyləri ora bəxt etmək ki, bunu bura aparıb qoya bilərsiniz. Zaten eyni şeydir yuxarı ilə aşağı. Bax, həmin söhbətdir. Winning spam, lottery spam, winning spam yenə burada açılır. Yəni spam və spam olub həm olmaq ehtimalı prosta toplu yazıyor. Bu qədər sadə. Hətta bunları biz kənara çıxarda da bilərik. Onda spam olmaq ehtimalı, belə spam olmaq ehtimalı, elə həm olmaq ehtimalı. Başa düşdünüz? Bu məntiqlə də gedə bilərik. Okey. İndi nə deyir? Deyir ki, bizə verilib yeni bir dataset. 20 spam var, 80 spam olmayan var. Bu 20 spamdan 14'ünde loteri var. Spam olmayandan onun da loteri var. Eləmi? Bir də winninglərə gələk baxaq. Spam olanlardan 15'ində winning var. Olmayanlardan 8'ində winning söhbəti var. Və bunların da müəyyən ehtimalları var. İndi bayaq dediyimiz kimi yenidən gəlib hesablayacağıq. Spam veriləndə loteri olma ehtimalı var spamə və spam olanda winning olmaq ehtimalını sadəcə bir-birinə vuracaq. Çünki bu spamləri bu spam aparacaq, düzdür? Və baxın, loteri spam burada olduğuna görə mən sizə bunları çıxarda da bilərəm. Haradasa. Gəlib alacaq nə? 0,1000-də 913 ehtimal var ki, əgər loteri və winning varsa, bunun spam olmaq ehtimalı çoxdur. Zaten burada da gördüyümüz kimi hər 20 spam emailinə 15'ində winning sözü var. Bu da ehtimalı qaldırır. 0,burada %75 var. Aydındır mı? Əslində mərkəzdə sürət eynidir. Sadəcə mərkəzdə bir dənə bir hamı. Aysə, həm söhbəti də var. Düz. Mən bunu sadə bir şey deyə çox üzərinə düşüb vaxtınızı itirmək istəmirəm. Slayd inşallah göndərəcəm. Onsuz sizə slayda özünüz də baxarsınız. Revise eləyərsiniz həmin bu hissələri. Baxıb başa düşəcəksiniz. Probability in machine learning. Bundan da zaten biz danışmış olduq. Məsələn, deyir, what is the probability that there is cat in the image? Gəlir şəkilə baxır. Şəkil nədir? Piksellərdən ibarətdir də. Dediyimiz kimi, bax, məsələn, winning və loteri söhbətidir. İndi burada winning də var, loteri də var, başqa-başqa bütün piksellərə baxır və bu piksel veriləndə pişik olmaq ehtimalı. Pişik olmaq ehtimalı vuracaq, bu piksel veriləndə pişik olmaq ehtimalına, piksel 2 veriləndə pişik olmaq ehtimalı, vuraq piksel n olanda pişik olmaq ehtimalına. Onu da böləcək, onun özü üstə gələk pişik olmama ehtimalı. Super. Başa düşdünüz abi. Symptoms and history veriləndə healthy olmaq ehtimalı. Bunu da özünüz... Yeni şey. Mərkəzdə və üzərinə gələcək. Aysə, sağlam olmamaq ehtimalı. Belə, məncə bu bugünlük kifayətdir. Gələn dərsdən danışacaq inşallah probability distribution-la və random variable-dan. Belə, sualı olan varmı yoldaşlar? Deyəsən, probability hamınıza çox sadə gəldi. Probability deyirəm, bias. Bundan çoxluq misalları. Görək bir dənə heç kəsə heç nə yazmayacaqsa yekunlaşdıraq. Okey, əgər heç bir sualınız yoxdursa, o zaman yekunlaşdırıram. Sizə xoş günlər diləyirəm. Ümidvaram ki, faydalı oldu. Görüşənə qədər. Sağ olun, gecəniz. Sağ olun. Belə qarşı.